Bilirsən qəm Üsyanəm Rauf Allah, Rauf Allah Günahkarəm, peşimanəm Rauf Allah, Rauf Allah Məni əffeylə ya Allah Bizi affeyle ya Allah ay, ay, Məni affeyle ya Allah Bizi affeyle ya Allah Nedir çare Günahkarəm, günahkarəm, üzüm qarəm Açıyıb əl istərəm, çarəm Rauf Allah, Rauf Allah Ürəkdən suahim var Bilirsən çox günahim var Nə yar nə pənahim var Rauf Allah, Rauf Allah ay, ay, ay Məni affeyle ya Allah Bizi affeyle ya Allah İlahi məni affeyle ya Allah Bizi affeyle ya Allah Sana məlum müdür mətlab O ta yox taqətim yarəm Parmağım yananda İlahi onun acısına dözə bilmirəm Həzrəti Əli deyir əgər qiyamət günü Cəhənnəmin odunda yanan bir adamı Gətirib bu dünyanın oduna atasan Yatar orada Deyər mən nə yaxşı yerə gəldim Gör nə qədər çətindir o od İlahi Zahid məni aldatma Cəhənnəmdə od olmaz Onlar ki yanırlar Odu buradan aparırlar Sənə məlum Müdür mətləb O ta yox taqətim yarəm Tərəhüm et səni Zeynəb Rauf Allah, Rauf Allah Özüm bilən həqə adil Gənə dərgah və sail Olar məqsədinə nail Rauf Allah, Rauf Allah ay, ay, ay Məni affeyle ya Allah Bizi affeyle ya Allah Mən oxuya siz də zümzümə eləyin Məni affeyle ya Allah Bizi affeyle ya Allah ya ilahi Merhametinden sen eyle bizlere nikah Bağışla bizleri âl-i ebaya Ya Allah
که معبودا بنده نوازا یا ستار العیوب و یا غفار الذنوب یا رب العالمین. Bu dua ürəyimə birdən gəldi. Bu duanı eləyirəm, yəqin bilirəm. Bütün Kərbəlayilər, bütün İmam Hüseyin aşıqları sidq ürəklə bu duaya amin deyəcəklər. İlahi, əqlimizi qalib elə nəfsimizə, verək cəhanidə təşxis, əyri ilə düzə. Bunu Hüseynçilərim mən dilicə ərz edirəm. Behişti cenneti zahide ver, həşrdə Hüseyni bizə. Behişti zahide ver, həşrdə Hüseyni bizə. Bizi affeyle ya Allah, bize rahmeyle ya